Bugün biz maraqlı bir təcrübə aparacağıq. Murad, əlində armud var. O armudu bu qabın içinə qoyursan. Qoy. Hə. Gördüyün kimi armudu qabın içinə qoydun və su artıq doludur. İndi bu armudu elə çıxartmaq lazımdır ki, əlinlə. Bu su buradan axmasın. Bax, armudu içinə qoyanda gördün su axdı. İndi necə çıxarda bilərsən ki, su axmasın? Çıxarda bilərsən. Əldən başqa şey düzəltmək olar. Əllə çıxartmaq lazımdır. Bədənimizdəki şeyə nəyəm olar? Əlinlə, Murad. Barmaqlarınla, əlinlə. Və barmağımı necə taxa bilərəm? Yox. Ancaq əl. Töküldü. Alınmır. İndi mən göstərim. Elə nətər çıxardarsan. Yaxşı göstər. İndi demək nə etmək lazımdır? Gəlin baxaq. Yeməyəsən. Mənim bir dənə çocuğum var, buna söyləyəcəm. Oldu.